yerdə işlənir. Əgər gedirsinizsə, o zaman v qoşmasından istifadə edirsiniz. Qayıdırsınızsa, iz qoşmasından istifadə edirsiniz. Və bu qoşmaları yadda saxlamanın ən asan üsulu odur ki, bu qoşmalar məhz bağlı yer və məkanlarda işlənir. Və əgər həmin bağlı yerə, həmin bağlı məkana biz gediriksə v-dır, qayıdırıqsa həmin o yerdən izdir. Вот и все. İndi isə v qoşmasının ikinci mənasını sizə izah edirəm. Rus dilində bütün şəhərlər, ölkələr, kəndlər, rayonlar və eyni zamanda onların adları da v qoşması ilə işlənir. V və iz qoşmaları ilə işlənir. Və bayaq izah elədiyim qaydaya uyğun. Əgər biz şəhərə gediriksə, v qoşmasından istifadə edəcəyik. Qayıdırıqsa əgər şəhərdən, iz qoşmasından istifadə edəcəyik. Məsələn, я еду в город, но я возвращаюсь из города. İndi isə gəlin bir dənə şəhər adı götürək.